Sual oluna bilər. Görəsən Allah Taala İmam Əli əleyhissalama nə üçün Kəbə evində dünyaya gəlməyinə şərait yaratdı? Nə üçün Allah Taala İsa peyğəmbər əleyhissalama icazə vermədi? Halbuki Beytül-Müqəddəs Kəbə qədər fəzilətlidir. Kəbə Qüdsdən, Beytül-Müqəddəsdən üstündür. Orada peyğəmbərin dünyaya gəlməyinə icazə vermədi İsa əleyhissalamın. Amma İmam Əleyhissalama nəinki icazə verdi, onun üçün divarı yardı. Bununla bağlı Əhl-i-Sünna alimləri və Şiə alimləri müxtəlif fikirlər söyləyiblər. Onların hamısını burada deməyə vaxtımız yoxdur. Mən birini Şəhabəddin Alusi, onun dediyim kimi Əbdülbaqinin qəsidəsinə yazdığı şərhində izahını diqqətinizə çatdırmaq istəyirəm. Onun buyurduğuna əsasən Allah Taala Həzrət Əleyhissalamı Kəbə evində dünyaya gətirməklə onun məqamını ucaltmaq istəyirdi. Onun fəzilətini artırmaq istəyirdi və özü də sonra bu cümləni deyir. Paçdır o Allah ki, bilir nəyi, hansı əşyanı harada qərar vermək lazımdır. O bilir ki, İmam Əlini dünyaya gələndə harada dünyaya gətirmək lazımdır. Və sonra özü buyurur ki, İmam Əli də onun əvəzini verdi. Allah yolunda vuruşdu, zəhmət çəkdi, Kəbə evinin azadlığında, bütlərin oradan salınmasında iştirak elədi, zəhməti oldu. Bəzi hədislərə gəlmişdir ki, Kəbə Allah Taalaya bütlərdən şikayət elədi. Ki, Pərvərdigara, nə zaman ətrafım bütlərdən təmizlənəcək, Allah Taala ona vədə verdi ki, bu müqəddəs məkan paçlanacaq. Və bu bütlərin paçlanması Əhl-i-Sünnə qardaşlarımızın da şiələrin tarixinə əsasən Peyğəmbər çomağı ilə, əsası ilə bütləri sındırdı, amma qalanların isə İmam Əli əleyhissalam Peyğəmbərin mübarək çiyninə çıxaraq oradan bütləri yerə saldı. Bu iş, fəzilət İmam Əliyə şamil oldu. O cümlədən də hər gün qiblədə namazı qibləyə qılırıq və alimlər buyurur ki, Kəbə tövhid evidir, Allahın evidir. Allah Taala başa salmaq istəyir ki, heç də imamət, rəhbərlik, vilayət tövhiddən ayrı deyil. Tövhid rəhbəri, bugün tövhid əhlinin rəhbəri, həqiqi təkallahçıların rəhbəri gündə namazınızı üzü qibləyə tutduğunuz qiblədə, Kəbə evində anadan olan Əmir əl-Möminin əleyhissalam və onun övladlarıdır.